Hər bir canlı doğulur, yaşayır və nəhayət bu dünyadan köçür. Ruh bədəni tərk etdikdən sonra onun aqibəti müxtəlif inanclara görə fərqli izah olunur. Bəs fiziki olaraq bədəndə nə baş verir? Kanalımıza xoş gəlmisiniz. Bu videoda sizlərə ölümdən sonra insan bədənində baş verənlər barədə danışacağıq. Ölümdən cəmi 30 dəqiqə sonra bədən reflekslərini tamamilə itirir. Əzələlər boşalır, nəticədə sidik və nəcis xaric olur. Ürək dayanır və qan dövranı kəsildiyi üçün orqanlar tədricən funksiyasını itirməyə başlayır. Qan bədənin aşağı hissələrinə yığılır və bu bölgələr tünd bənövşəyi çalarlı göy rəngə bürünür. Ölüm baş verdikdən sonra bədən temperaturu hər saat təxminən 1 dərəcə Selsius azalır. 3 saat keçdikdə bədəndə ölüm ləkələri görünməyə başlayır. Maraqlıdır ki, bu mərhələdə bəzi əzələlər hələ də refleks göstərə bilər ki, bu da yanlış olaraq insanın hələ sağ olduğu fikrini oyada bilər. Öldükdən sonra dırnaqların və saçların uzandığına dair geniş yayılmış fikir var. Lakin bu bir yanılgıdır. Əslində dəri su itirdiyi üçün büzüşür və bu da dırnaqların və tüklərin uzandığı təəssüratını yaradır. Oksigen çatışmamazlığı səbəbindən bu prosesin davam etməsi mümkün deyil. Ölümdən təxminən 24 saat sonra bakteriyalar aktivləşməyə başlayır və cəsəddən spesifik kəskin qoxular yayılır. Ən tez çürüyən orqanlar mədə, bağırsaqlar, gözlər və beyindir. Bakteriyaların fəaliyyəti nəticəsində bədəndə qaz yığılır və qarın bölgəsi şişir. Hətta bəzi hallarda bu qazların təzyiqi səbəbindən qarın partlaya bilər və qəbirdən belə səs eşidilə bilər. Təxminən 4 il ərzində bədəndəki yumşaq toxumalar tamamilə çürüyür. Yalnız skelet qalır. Lakin əgər cəsəd soyuq və duzlu mühitdə qalarsa, çürümə prosesi dayanır və hətta təbii mumyalanma baş verə bilər. Bundan əlavə qədim İtalyan şəhər olan Pompeydə vulkan püskürməsi nəticəsində küllərin altında qalan yüzlərlə insanın bədəni təbii bir yolla daşlaşaraq mumyalanmışdır. Bu və bunun kimi videolardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə ola bilər, videoları bəyənərək kanalımıza dəstək ola bilərsiniz.